Məni izləyən hər kəsə Allahın salamı olsun. Atalar çox gözəl deyibdi. Yeməmisən qaz ətin, nə bilirsən ləzzətin. Bugün çox ləzzətli bir qaz ətindən kotlet hazırlayacağam. Qaz ətindən həm kotlet, həm dolma, həm də qəşəng çox gözəl qovurması kababı olur. Əlbəttə ki, tərtəmiz yuyulmuş qaz ətini əvvəlcə bir neçə saat soyuq suda saxlayıram. Tikələrə ayırıram. Bizə əlbəttə ki, qaz ətinin ət hissəsi lazım olacaq. Sümüyünü də ayrıca qovururam. Çox ləzzətli, çox gözəl qovurması olur. Qazın ət hissəsini ayırdıqdan sonra ət çəkən maşının xırda gözündən keçirirəm. Qaz əti yağlı olduğu üçün ona quyruq əlavə etmirəm. Əgər yağsız qaz ətidirsə, ona quyruq əlavə edə bilərsiniz. Üzərinə soğan çəkməliyəm. Soğanı da ət çəkəndən süzgəcin içərisinə çəkirəm ki, soğanın suyu biraz axsın. Tam da sıxmaq lazım deyil. Sadəcə biraz süzgəcə çəkdikdən sonra üzərindən azacıq qaşıqla ya ət çəkənin baş hissəsi ilə bastıraraq biraz suyunu sıxmaq lazımdır ki, ətimiz yumşaq olduğuna görə ət dağılmaması üçün mütləq soğanın suyunu almalıyıq. Daha sonra kartoşkasını da eyni qaydada süzgəcə çəkirəm və onun üzərindən azacıq bastırıram ki, suyu tam yox, birazcıq suyu geçsin. Belə edəndə mütləq sizin kotletiniz dağılmayacaqdır. Yəni gözəl alınacaqdır. Kartoşkasını da çəkmişəm, hazırdır. Kartoşkanı da ətin üzərinə əlavə edirəm. Biraz da çörək, suda isladıb suyunu sıxdığım çörəyi də ət çəkən maşından keçirib onu da ətin üzərinə əlavə edirəm. Yenə də qeyd edirəm, belə etdikdə ətin, yəni qaz əti biraz yumuşaq olduğu üçün, yağlı olduğu üçün, dağılmaması üçün mütləq soğanın, kartoşkanın, çörəyin mütləq süzgəcin üzərinə çəkib suyunu azacıq alıram. Duzunu, istiotunu, azacıq da sarı kökünü əlavə edib yaxşı qarışdırıram. Sarı kök çox faydalı bir ədviyyatdır. Mən bütün yeməklərdə istifadə edirəm. İnsan sağlamlığı üçün çox faydalı olduğu üçün, həm də gözəl qoxusu, ətri olduğu üçün mütləq mən sarı kökdən də istifadə edirəm. O qaz ətinin də iyini bastırır. Əti yaxşı qarışdırıram ki, kartoşka, soğan, çörək, duz, istiot, sarı kök yaxşı qarışsın. Qarışdırdığımız əti 1 saat soyuducuda saxlamaq lazımdır ki, ət özünü tutsun. Yenə də qeyd edirəm, qaz əti yumuşaq olduğu üçün, dağılmaması üçün bunu etmək lazımdır. Mən çox saxlamadım, tavaya kərə yağı əlavə edirəm. Çox əlavə etmək lazım deyil. Bayaq qeyd etdiyim kimi, qaz əti çox biraz yağlı olduğu üçün çox da yağ tökmək lazım deyil. Belə lülə şəklində hazırladığım kotletlərin üzərindən basıb, yastılayıb, kotlet forması verib yağın içərisinə düzürəm. Mən əti bir neçə saat soyuq suda saxlayıb tez-tez suyunu dəyişdiyimə görə qızaran vaxt fikir verin, heç vaxtı kəfi çıxmır. Belə etdikdə ətin heç bir vaxtı kəfi çıxmaz. Mən kotletləri biraz bərk qızartmağı sevirəm. Siz istədiyiniz, yəni qızarmış formada qızarda bilərsiniz. Mən ətləri, kotletləri qızarmış formada sevdiyim üçün biraz artıq qızardıram. Artıq gördüyünüz kimi dediyim soğanın, suyun, kartoşkanın suyunu biraz sıxıb əlavə etdiyimə görə kotletlərim dağılmır. Biraz da soyuducuda bir neçə saat saxlasaz, heç vaxt dağılmayacaqdır. Kotletlər tam qızarana qədər yağın içərisində qızardıram. Bir onu qeyd edim ki, kotlet qızardıqca ətrafa çox gözəl bir qoxu yayılır. İnanın, dadı da, ləzzəti də çox gözəldir. Hər kəsə hazırlayıb dadmağı məsləhət bilirəm. Mən kotletə heç vaxt un vurmuram, çünki un vurduqda kotletin içərisi bişmir. Bir də kotleti qızardarkən çalışın ki, gür odda qızartmayın. Onda kotletin üzəri qızaracaq, içi isə bişməyəcəkdir.
Artıq gördüyünüz kimi kotletlər hazırdır. Mən yenə qeyd edirəm, bərk qızarmış xoşladığım üçün mən bərk qızardıram. Siz istədiyiniz şəkildə qızarda bilərsiniz. Artıq çox ləzzətli, çox gözəl qaz ətindən kotletimiz hazırdır. Yanında kartoşka da qızardıb servis edə bilərsiniz. İndidən hazırlayıb dadan hər kəsə nuş olsun deyirəm. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi unutmayın.